Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə ATV-lər məhəlləsinin düz yaxınlığında, məktəbə yaxın, qapının ağzına qədər asfalt olan ərazidə təxmini hardasa 2.5 sotun içində 4 otaqlı, tam təmirli, gir-yaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, gördüyünüz kimi. Ev, şəxsi tikili ev olub, oturmuş bir ev olub, yenidən təmir olunub, satışa çıxıb. Gördüyünüz kimi burada yaşıllıq salmaq üçün boş torpaq sahəsi, yüngül var, yaşıllıqlar var. Ayrıca həyətinə tamir daşlar düzülüb, draplar qoyulub, qaz, su, işi, kanalizasiya, hamısı mərkəzi xətti. Ev nəmişliyi olmayan ərazidə yerləşir. Həyətyanı sahəsini görürsünüz, geniş bir həyətyanı sahəsi var. Düz məktəb, baxsa yaxınlığında yerləşir. Demək, keçirik indi evin içi ilə tanış oluruq. Gördüyünüz kimi ev sahibi burada belə bir viranda yaradıb. Yayda zətdə oturmaq üçün belə bir şərait yaradıb. Girən kimi geniş bir dəhlizlə qarşılaşırıq. Dəhlizin eni hardasa 3 metrəyə yaxındır. Tavanlar 3 metrdir. Gördüyünüz kimi geniş, ağ, açıq aboylardan, ağ qapılardan istifadə olunub. Girən kimi sol tərəfdə burada bir yataq otağıdır. Yuxarı apışıqqa ilə yığılıb. Bura yuxarı mansardır. Mansar kimi də, yəni yuxarı istifadə də eləmək olar, mümkündür. Sol tərəfdə burada sanuzel hissəsidir. Sanuzeldə gördüyünüz kimi geniş, ürək açan, aksesuarlar qoyulub, hamısı qaydasındadır. Bu sol hissəsində də burada bir dənə mətbəxdir. Mətbəx mebellər gördüyünüz kimi evin içində yığılıb, təzə mətbəx mebellərdir. Keçirik 3 dənə də otağına əlavə tanış oluruq. Burada bir 4-4-də təxmini hardasa bir yataq otağıdır. Bir geniş yataq otağı da burada 4-ün hardasa 5-ə 6-ya olar. Təxmini ölçü deyirəm. Bir yataq otağıdır. Bir də burada hardasa 4-ün 7-yə geniş bir qonaq otağıdır. Otaqlar genişdir, qurqabı qoşadaşdan inşa olunub. Oturmuş evdir, geniş evdir. Yəni bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Kimlərsə evini satmaq istəyirsə, nömrələrini profildəki səhifədən götürə bilərlər. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Bu nəzərinizə çatdırım ki, yəni evin, yəni hər bir evi zəng vuran zaman onların kodlarını mütləq götürün. Sənədi nəzərinizə çatdırım, qeydiyyat propiska olacaq, köməklik göstərə bilərik. Bunda nəzərinizə çatdırım, hörmətli izləyicilər, qaz, su, işıq, hamısı kanalizasiya. Yenə deyirəm, mərkəzi xətti. Evin qiyməti 135 mindən 120 minə endirilib, 15 min endirilib, yenə də endirim olacaq, hörmətli izləyicilər. Nəzərinizə çatdırım, 135 min start qiymət olub, endirim olub, 120 mindən yenə də endirim olmaqla olacaq. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.